Deyirəm qabaqları abır-həya var idi insanlarda. Deyirəm toylanda nə gəlin bəyin üzünə baxardı, nə bəy gəlin. İndi toylara gedirsən, gəlinlə bəy sürtüşür bir-birinə, nə bilim ortalıqda nə bilim min cür hoqqalar çıxardırlar. Təmiz biabırçılıqdır, təmiz biabırçılıq. Ayrıca qabaqları deməli kişi uşağın dədəsinin yanında qucağına götürməzdi ki, ayıbdır da, ayıbdır. Dədəsindən ayıbdır. İndiki ancaq oğlanların çoxsu dədəsinin yanında uşağını götürür qucağına. Hələ abırsız deyir ki, dədə buna bax, gözlərinə bax, mənə oxşayır. Qurumsaq, sən oxşayacaqdır, mənə oxşamayacaq ki. Abır nəyən olsun? Yoxdur. Qabaqki kimi şey yoxdur. Təlim, tərbiyə yoxdur. Və yaxud gəlin qaynatasının yanında başı açıq gəzməz. İndi gəlin adı nədir? Qaynatasının yanında şeylir, başını laklayır, nə bilim saçın fenləyir, nağarır, min cür hoqqadan çıxır. Təmiz biabırçılıq. Hələ buna da şükür, mağa da şükür. Nə bilim, uçuruma gedirik. Gəlin deməzdi ki, qaynatasının yanında gedim uşağı yedizdirim. İndi ancaq gəlin deyir ki, qaynatasının yanındadır. Gedim uşağı əmizdirim, gəlim. Ayıbdır, qanacağız mərifətiniz olsun. Bundan hara gedirsiniz, neyinirsiniz, neynəmək istəyirsiniz, can üçün. İndi uşaq dədəsindən sigaret istəyir, balaca körpə uşaq. Körpə uşaq deyəndə 5-6-da oxuyanda. Uşaq da deyir, gələ oğlum, çəkinə kürəyi yönlət. Elə şey olar, qardaşlar. Uçurum deyir, təmiz uçurumdur. Buna mağa da şükür. Mağa da şükür. Biabırçılıqdır. Allah'ın olsun. Uşaq dədəsindən oturub vurur, araq vurur. Uşaq dədəsinə deyir, dədə bunu içirəm sənin sağlığa. Dədə deyir, bala, içirəm bunu sənin sağlığa. O evdə nə ruzi bərəkət olacaq. Sonra deyirlər ki, filan kəsin uşağı xiyardır. Filan kəsin uşağı xiyardır. Filan kəsin dədəsi xiyardır. Allah bizi eləncə xiyar adamlardan qorusun.